Allah Teala deyir ki: "Və izə fərağtə fansab." İşlərini bitirdin, fansab. Dik dayan. Yəni Şeyx Sədi deyir ki, Rəbbin üçün ibadətdə çalış. İş-güc olar, ticarət olar, hansısa bir məsləyin olar. Lakin o səni Allahı zikirdən yayındırmamalıdır. Və izə fərağtə fansab. Allah Teala Peyğəmbər Muhammed sallallahu əleyhi və səlləm deyir ki, işlərini bitirdin, ibadətlə məşğul ol. Və bəzən görsən bizdə əksinədir. Adam işin gücün bitirir, gedib evdə ailəyə din öyrətməyizdənsə, məsələn, çayxanalardadır. Hansısa oyunda, əyləncədədir. Hansısa onu Allahdan və Rəsulundan, zikirdən, ibadətdən yayındıran mubah əməllərdədir. Mubahlarda əslində bir müşkilət yoxdur. Müşkilət nə vaxt olur? Yəni, nə vaxt o problem olur? Sən onlarda artıq həddi aşanda. Əgər sənin evdə, məsələn, ailən Quran oxumursa, oxuya bilmirsə, xüsusilə sən oxuya bilirsənsə, evlada Quran-ı Kərimi oxumağı öyrətmirsən, onlara dindən danışmırsan, günün bir 8-10 saatını işləyib, qalan saatının əksər hissəsini də çöllərdə keçirdirsənsə, bu nə ədalətdən deyil, nə də məsuliyyəti yerinə yetirmirsən. Allah Teala nə deyir? Qu enfusakum və əhlikum nara. Özünüzü və ailənizi qoruyun. Allah deyib qoruyun. Sən nə özünü qoruyursan, nə də ailəni. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, işi bitirdin, ibadətlə məşğul ol.